Salam dostlar. Bugün biz ətrafımızdakı əşyaları tanıyacağıq. Yatdığımız çarpayı, dərslərimizi hazırladığımız masa və paltarlarımızı yığdığımız dolab. Bunların hamısı birlikdə mebel adlanır. Onların isə hamısının ayrılıqda öz adları var. Gəlin birlikdə öyrənək. Stul. Stol və yaxud masa. Divan. Qoltuq və yaxud kreslo. Yataq. Geyim dolabı. Yazı masası. Kitab rəfi. Çəkməcəli şkaf. Güzgü. Lampa. Hələlik dostlar, bizi izlədiyiniz üçün təşəkkür edirəm.